Satış menecerlərimizə maraqlı bir sualımız var. İndiyə qədər müştərilərin sizə verdiyi ən qeyri-adi sual nə olub? Gəlin, satış menecerlərinin cavablarına birlikdə baxaq. İlk olaraq Taliyə xanım ən mülayim, nəzakətli və şarmlı satış menecerimizdir. Onunla çalışan müştərilər bəzən sonradan ona üzr istəyirik, əvvəllər niyə sizdən mənzil almamışıq deyirlər. Mənə verilən ən qəribə sual o olub ki, bir mənzili neçə nəfərə satmısınız? Növbəti satış menecerimiz Ruslan bəy. O, mübahisə etmir, razılaşır. Müştəri xeyr desə belə, Ruslan artıq onun bəli dediyinə inandırıb. Çünki onun super gücü hər kəslə dil tapmaqdır. Mənə verilən qeyri-adi suallardan biri. Evin pəncərəsini açsam, qonşu baxmaz ki. Sevinç xanım üçün imkansız anlayışı yoxdur. Sizin hələ mənzil alacağınızdan xəbəriniz yoxdur, amma o sizə mənzili satmışdır. Müştərilərə zəng onun sevimli məşğuliyyətidir. Bəzən elə bil müştəriləri özündən daha yaxşı tanıyır. Mənə verilən ən qəribə suallardan biri, mən çıxarşı aldım, bəs kupçanı nə vaxt alacağam? Və Orxan bəy, o vaxt puldur prinsipi ilə yaşayır. Siz bu videoya baxana qədər o artıq bir mənzili satıb. Bitirənə qədər də növbətini satacaq. Mənə verilən maraqlı və qeyri-adi suallardan biri, 2 otaqlı studiya tipli mənzili 4 otağa çevirə bilərəm, ya yox?